Xüsusi Təyinatlı Qüvvələrin giziri Qazi Mustafayev Hüseyin İslamoğlu. O, 1991-ci ildə Tovuz rayonu Xatınlı kəndində anadan olub. 44 günlük Vətən müharibəsinin ilk günündə döyüşlərə qatılıb. Düşmənin xeyli saylı canlı qüvvəsini məhv edib. Murov Dağı istiqamətində gedən döyüşlərdə döyüşün ikinci günü yaxınına minamyot düşüb. Bir gün müayinə aldıktan sonra yenidən döyüşə qatılıb. Füzuli uğruna gedən döyüşlərdə ayağından yaralanıb. Amma yenə də yaralanmasına baxmayaraq döyüşə davam edib. Növbəti tapşırıqda Qırmızı Bazar qəsəbəsi istiqamətində ağır yaralanaraq huşunu itirib. Əməliyyat olduqdan sonra komaya düşüb və artıq 4 ildir ki, nə ailəsini, nə də övladlarını tanır. Bırak bunu. Bırak bunu. Bırak. Hüseyin artıq əl, qol, ayaq hərəkətlərini eləyir. Hüseyin artıq Yum ağzını, yum ağzını, yum.